Herkese salam dostlar. Biz hal-hazırda havalimanındayıq. Yeni bir yere gedirik. Ama hara? Residence number 31 to 35, zone 3. Hal-hazırda test 1-2 mikrofonu yoxlayıram. Elə bilirəm ki, bu dəqiqə kimsə geyinəcək. Elə deyirlər axı. Bilirəm ki, çox açıq geyinirlər. Hamı böyünmüş. Hal-hazırda Şahinə vətəninə gəlmişik. Neyse, sanıyor içinizdə bildiniz. Mən gedəm. Çindən köçmədik. Çindən gəlmədik. Pasport kontroldan çıxdıq. Xüsusi bir suallar vermədi. Klasik neçə gün qalırsan, harda qalırsan, o tip suallar verildi. Biz sözlü fokusu sən çəkir. Salam dostum. Taksi sırası belədir. Buradan gedəcəyimiz otelin adını dedik. Ayağım özlü. Sıfadan verirsən mənə. Verdi sürüm. Vermişəm. Get otur, qıraqdan. Budur maşın. Bizə adı yapar. Keç otur. Gəl lan. Pasaportlarınız haradır? Sən də. Ben Künal'da. Wow. Amma şey var. Burada. Ha. Herkese salam dostlar. Merhaba, ben Orkun. Pekindən herkese salam dostlar. Bugün gedirik şəhər turuna. Bugün özümüz gəzəcəyik, heç bir tur götürməmişik. Sabah isə Çin səhhətinə gedəcəyik, ora artıq turla gedəcəyik. Hər şeyi WeChat vasitəsilə həll edirik. Dünən taksi ilə gəldik otelə, ödəməni WeChat ilə elədik. Çox asandır, kartınızı WeChat-a yükləyirsiniz, bitdi. Ünal, biz hara gəlmişik? Gəldiyimiz yeri bilmirəm, görsən. Nədir buranın adı? Yani Mamut Squadron. Hiyamma, o mən necə deyim ha? Hello. Yes. Ne oldu? Sana ne oldu? Tomorrow. Usta. İlgən bırak abart. Bir de bayıl istersen Feriha. Ha biraz İslam danışır. Səsküylü bir şəhər, heç nə eşitmək olmur. Çox pis bir qoxu var, o qoxunu sizə anlata bilmərəm. Hər şey iyi gəlir. Heç bir yerdə İngilis dilində və ya başqa bir dildə heç bir şey yazılmayıb. Hər şey öz dillərindədir. Yəni biz anlamırıq, qıraqdan baxanda heç bir şey anlamaq olmur ki, şey nədir ora. Meydana gəldik. Meydana gəlmək üçün polis kontrolundan keçdik. Düşünürəm ki, bu hər gün olan bir şey deyil. Hal-hazırda burada bir bayram var. Bayramla əlaqədar çox insan var. Onun üçün məncə kontrolları var burada. Biz Palace Müzeyinin içindən keçib gedirik Forbidden City'yə. Haradasa Palace Müzeydən Forbidden City'yə 1 kilometr kimi bir şeydir və piyada gedirik. Parka bileti buradan aldıq. Neçə aldıq biletləri göstər. 3 yuan. Bizdə. Şakı şey oxşamır. Ali Rıza öləndə durur. Yan yuan. Minyonmolog yaşayan qaqamsan. Başqa qonaqlar. Sizi buraya yığmaqdan məqsədim budur. Götürən mənim yoldaşım Şahanə. Ay Şahanə, adam nə qədər deyər, az gizli şeylər al, az gizli şeylərə pul xərclə. İndi də gəldik Temple of Heaven-a. Şəhər daxili taksi qiymətləri çox ucuzdur. 2 dollar, 3 dollar, 1 dollar. Saat artıq 4-dür, amma hava qaralmağa başlayır artıq. Security check. Gate of Heaven-a getdik. Çox yox, belə yanlış çıxdı. Gate of Heaven.
Cənnətin qapısı. Cənnətə viza. Deməli Temple of Heaven-a getdik, bəyənmədik, oradan tez çıxdıq. Gedirik biraz otelə, dincələk orada, kofemizi içək, dincələk, axşam yeməyə gedəcək. Bax, dəqiqə, əsəbi dəqiqələr. Biri buradan, biri də buradan. O birisi oradan. O biri də ora getdi, əsəbləşdi. Restoran tapa bilmirik. Restoran tapsaq belə rezervasiya eləyə bilmirik. Rezervasiya eləyə bilsək belə yer yoxdur. Google düz əməlli işləmir burada. Nə konumuna düz əməlli baxa bilirik, nə rezerv eləyə bilirik, nə restoranla bağlı menyu şəkli heç nə çıxmır. Hər şey WeChat-dan olur, amma onu bir şey də bilmirik. Əlimiz qolumuz bağlı oturmuşuq, saat ucu 7-dir. Yox, saat artıq 6 olub və biz restoran tapa bilmirik. Pekinin ən məşhur restoranlarından birinə gəldik. Pekinə gəldik, Pekin ördəyi yeməmək olmazdı, o yüzdən. Ördəyimiz hələ gəlməyib. Ördək ama qəşəngdir. Neydi buranın adı? Bu da şey, Donan. Dadong. Neyse, buraya yazacağım. Xariş verim, rezervasiya eləmək çox çətin oldu. WeChat üzərindən yoxladıq, alınmadı. Instagramı yoxdur, Google'dan da rezervasiya eləmək olmur. Ona görə də nədir? Zəng elədik, rezervasiya elədik. Ləvəncisi var içində. Ördəyə sifariş verdi, yanında da belə bir şey gəldi. Bu soğandır, bu xiyardır, bu sosudur, bu pesokdur, bu yağdır deyəsənə. Belə bir şey gəldi ördəyin yanında. Lavaşıdır. Bunun lavaşı, aha. Bunlardan qoyursunuz. Sən- İstəyə görə soğan, xiyar, sos, sonra da əti qoyursunuz. Pesok vururlarmış burada. Elə. Bu da Gəldi. Bu da soy yaxşı. Bu ekstra. Yeməkdən çıxdıq. Çox qəşəng idi. Ördəyi çox bəyəndik. İndi də çıxıb biraz şəhəri gəzək. Hava axşamları çox qəşəng, çox sərindir. Tam gəziləsi. Bu küçələr bunların tarixi yerlərindən daha maraqlıdır, daha əyləncəlidir. Yəni, bu dəqiqə məsəl üçün maraqla gəzirik. Çinin ikinci günündən şlaqman başıma düşdü. Çinin ikinci günündən hər kəsə salam. Bugün gəldik Summer Place-ə. Buradan da keçəcək Çin sərhədinə. Axşam da uçuşumuz var, gedirik Şanxaya. Mərkəzdən Summer Place-ə hardasa bir 35 dəqiqəyə gəldik. Aşk pıtırcıqlarına baxın, bütün yol əl-ələ gəzirlər. Təzə evlidirlər elə bil, balayına gəliblər. bu Summer Place adlanan yerdir. Elə bir ki, imperatorun sarayı olub, yay sarayı. Yayda burada dincəlmiş. Gölü var imiş, qəşəng hava, təmiz hava. Biri var imiş, biri yox imiş. Bu da qapısıdır girdik. Biz əslində tur rəhbəri ilə gəlmişik. Tur rəhbəri bizi atdı yolda. Bizim güya tur rəhbəridir, Dedim mən oturam maşında. ancaq şoförüyük. Dedim mən oturam maşında, siz özünüz gəzin. Biz özünüz, inan bura qışıqla çıxarsınız. Gəqərək. Burada heç bəyənmədiyim bir şey yok ki, İngiliz dilində, yəni Latın hərfləri ilə heç bir şey yazılmır. Ona görə də anlamırıq, hardayıq, necə yerə gəlmişik, nə var burada, heç bir şey bilmirik. Deməli, Summer Place-in içindən çıxdıq, binasından çıxdıq. Çox adam var idi, bir də içi çox labirint kimi olduğundan itdik. Yəni zar-zor çıxışı tapa bildik. Eyni, hər yer bir-birinə oxşur. Elə bir qapının içindən keçirsən başqa bir yerə gəlirsə, o da eynisidir. İçəri. Belə iç-içədir hamısı həyəti. Ona görə itdik. Nəysə, sonunda çıxışı tapa bildik. İndi də gedirik qayıdırıq. Çünki yağış başladı və bizim zontikimiz yoxdur. Zontik biz niyə yoxdur demədin? Niyə yoxdur bizim zontikimiz? Zontiki dedim ki, zontik götürdün, dedi hə. İndi zontik yoxdur. Summer Place bitdi, gedirik Great Wall-a.
Tıpkı Sakit Göl kimi. Çok ördəklər var idi, ördəklər. Ördək biri öldü. Ha, boğuldu yazı. Ha yazı. Çıxıb bunu xilas eləyib, dedim ördəkdir o. Çeker bizi qərar ölməyini. Yok kaka sağ ol varımdır. Bəli, soyuqdur deyə bunu geymişik. Yağış yağmır, ona görə hamı bizə çox qəribə baxır. Orada tek saat var. Tam 2 saatın sonra nəhayət gəldik, çatdıq Great Wall hissəsinə. Maskalara bax. Kadıköy Modat da bura. Avtobusa mindirik. Yes! Niye gelmiyor abart? Bir de bayıl istersen Feriha. Geldik kanatın sırasına. Sonda kaç. Geldiler. Oy. Ne vücudu? Ağzımıza çatdık. Sənədi gördüm. Sürü. Nəhayət gəlib çatdıq Çin. Bilmirəm, hər zaman belə olur ya yox, amma çox adam var. Dostlar, nəhayət gəlib çatdıq Çin səddinə. O qədər çox adam var ki, yəni şək çəkdirmək nərdeysə imkansız. Züraf yok şadın öldür. Uzun anlaşma. Allah ayağım əsti. 还有人杀人的。 Kəndə. Düşmək rahat değil. Çin səddindən qayıdırıq. Gedirik şatıllarla maşınımıza. Sonra da gedirik hava limanına. Pekin turumuz burada bitdi. Pekinə gəlsəz 2 gün tam bəsdir. Haydi. Bir sonraki şehre geçirik. Dostlar geldik Beijing Capital Airportuna, International Airport. Gedirik. Yolumuz Şanxaya'dır. Gelin bundan gelirik. Şaka bizimki. Niye? Geldi Şanxaydayıq. Saat 10'dur. 1 saatlik uçuşdu Pekin'den bura. Şanxayın birinci günündən hər kəsə salam. Hamı burada qışqıra danışır. Öz səsimi eşitmirəm. Saat 12 belə deyil, hava çox istidir. Yəni tam dəniz havası deyə bilərəm və mən havada üstdən qalın bir şey geymişəm. Çox istidir, çox. Valla biz gəldik Şanxayın mərkəzi küçələrinin birindəyik. Kofemizi aldıq. Her yerde doşan. O da bizim doşan. Hava isti olduğu için dedik biraz gələk molun içində dincələk və gördüyümüz şeyə baxın. Motosiklet neydi? Ekskalatora baxın. Əyri ekskalator həyatımda ilk dəfədir görürəm. Sən görmüşdün? Adamlar zıfır açıyor. Onlara bak. Miniso'ya girdi. Bu bizim bildiğimiz AVM'lerdeki Miniso'ya hiç oxşamır. Çox qəribə şeyler var. Çox bəyəndim. Pop Mart kimi bir şeydi. Mən də təbii ki də aldım. Möhtəşəm. Aldığımı göstər. Onun içində çox adam olduğundan video tam çəkə bilmədim. Amma yəni çox qəşəng yerdir yəni bura. Muhteşem. Deməli Pop Martdan çıxdıq. Çox susadıq. Gəldik, oturduq. Bir dənə su iç. Suyum qurtardı. Yok burada da. Su içməyə oturduq. Biraz dincələyik, gedək orada bir park varmış, ora baxaq. Bir orada parka baxaq, sonra gedəcək Five Guys var burada. Five Guys'da yemək yeyəcək. Tam oturub su içirdik ki, burada bir dayday. Bir story döktüm.
Buradaki dayı da Ünal'ın şəkil çəkir. Gözümüz bazar oldu. Kamera çək, burnun biraz şey deyil. Göstərəcək yaxında baxarsın. Dedim burnun balacalaşdır. Şey deyil, əməliyyat edin. Və məncə də birinci sizcə kim oxşuyur? Story qoyum. İkimiz de bu tarafa bakın. Görün kim oxşuyur. Yəni story qoyum. Yere bak. Gülmeden. Gülmeden. Mənə baxın, qoyacaq. Çəkil dur da. Sual cavab edin. Saçı düzəlt. Artıq axşam oldu. Hava burada çox tez qaralır. Saat hardasa 6-dan sonra artıq hava qapqaranlıq idi. Yəni gündüzlər çox qısadır burada. İndi isə gedirik Yu Garden'a. Otelimizə çox yaxın olduğundan piyada gedirik. Bilmirəm tam olaraq nə var orada. Amma qəşəng bir şey oxşuyurdu. Bura Yu Garden bazar. Bazarına gəldi. Çox qəşəng yerdir. Axşamlar bura gəlməyi məsləhət görürəm. Axşamlar gəlin bura gəlsəz. Evet arkadaşlar, Yu Garden'a geldik. Akşam saat 9'da başlayır bu şov. Ağınızda olsun. Geldi Zebunda. Geldi çayın qırağına. Buradan çok qəşəng mənzərə görsənir. Belə baxın. Deməli, burayla bağlı ne diyeceğim size? Her yerde turist trap diye bir şey var. Böyle videolarıma bakanlar bilər ki, turist trap nəyə deyirik? Bir şeyləri çox yaxşıdır. No, thank you. Bir şeyləri çox yaxşıdır ki, məsəl üçün əllərində belə gəzirlər. Bir dəfə yox deyirsən, pis yox. Və səni yapışmırlar, gəl səni çəkeyim. Dalınca düşmürlər. Neyse belə bir rooftop bara gəldi. Hansı otelin başındayıq? Peninsula. Peninsula'nın rooftop barına geldi. Çok teşekkür. Cheers. Testi diye beş kokteylleri. Disneyland'den herkese salam dostlar. Yok sağ ol. Sağ ol, sağ ol, sağ ol. Ertəl. Burada Şanghai Disney. No, thank you. Düz 40 dəqiqənin, 40-45 dəqiqənin sonunda nəhayət Disneyland'ın qapısını görə bildik. Çox mağazada çox qalmadı, vaxt itirməyək deyə. Biz artıq başlayırıq. Getdik. Bir şey değil ya. Iron Man'i necə sevirəm mən. Ay mama, buna biləcək. Yaxşı rəsgərlər gəldi. Meeting hall. Zootopiya'nın maroznosunu aldık. Göster. Buzdur. Buzlu. Hemen de bak. Maceramız bitti. Saat 8-9'un yarısı geldi. 4'ün yarısına bitirdi. Uzun Bir olanlara də fast trackımız var. daha tez bitti. Yani listelerinde getmə fikriniz varsa, elə Paris'dekine gidin, boş-boşuna krokodil gəlib
Oradan bura gəlməyə gərək yox. Dəyməz, dəyməz. Parisdəki daha maraqlıdır. Buradakı elə də maraqlı gəlmədi bizə. Amma fast track mütləq alın, çünki sıralar hamısı 90 dəqiqə, 120 dəqiqə. Hay! Üçüncü günümüzdən hər kəsə salam dostlar. Dünən Disneylanddən sonra biz söndük. 24 min addım atdıq dünən və çox yorğun idik, çox yorulmuşduq. Biraz otel ətrafında gəzib yatdıq. İndi isə gəldi IFC, yəni ifici mola. Burada genelde daha çok markalardır. Size burada istediğinizden hediye veriyoruz. Alışverişimizi elədik. Bunun üstünden soğuk su geçirdik, soğuk maça gider dedik. Geldik kofemizi, geldik maç almağa. Bizimki de iti olarak lazım. Şu içse Maça ilə, su ilə. Bugün biraz hayat yoldaşlarımızı yorduk. Maddi olarak yorduk. Ama değerdi. Sağ olsunlar. Şanghay'ın Times Square adlanan bir bölgesine geldi. Otelimize çok yakınıydı. Biraz daha o bir yerlere baktık. Daha pahalı bir bölgeydi burada. Yani biz buranı da çok beğendik. Sadece vaktimiz çok azdı. Çok da detallı gezebilmedim. Deməli dostlar, bir dənə küçəyə gəlmişik. Burası bütün belə turistik mallardır. Kaş vlog çəkərdim, çəkə bilmədim. İnanın qəşəng öz dilində endirim istədi axşam bazarı. Çünki ingiliscə yaxşı bilmirlər. inside look. Yox, sağ ol. Sağ ol, sağ ol. Almışıq. Ni hao. Vlogumun devamından hər kəsə salam dostlar. Hal-hazırda Guangzhou şəhərinə gəlmişik. Bura niyə gəlmişik heç bir fikrimiz yoxdur. Vlogumun ardını gətirə bilmədim. Yadımdan çıxdı çəkmək. Deməli, belə bir sistemlə rastlaşdıq. Və necə sərgəli boşaltdığına baxın. Tullamırlar, sərgəli. Hep Bilirlər ki, kamera var, ona görə belə. artist dedilər. Dedilər. Görməmiş kimi. Belə baxırıq. Görməmişik. Çünki görməmişik. Saat hardasa gecə 3-dür. Başımıza gəlməyən qalmadı. Deməli, aeroportdan endik, taksiyə mindik, otelimizə gəldik. 2 taksi olaraq gəldi. Arxamızdakı taksi eyni otelə 168 yuana gətirdi. Yolda bir də baxdıq ki, bizim taksi artıq 300-ü keçib, 300 yuanı keçib. Aeroportdan otelə 40 dəqiqəlik yol idi və 1 saat oldu ki, biz artıq oteldə deyildik. Bir dənə qırğın saldım taksidə. Deyirəm ki, bəs our friend bəs 168-ə gəlibdi otelə. Sən niyə bizə belə deyirsən? İngilis dilini bilmirlər, tərcümə edirəm, qırğın, qışqır, bağır, ay Allah. Ünal dalaşır, mən dalaşıram, Ünal dalaşır, mən dalaşıram. Biz qorxusluq dedik ki, bəs sizi polisə şikayət edəcəyik, siz düz eləmədiniz, nömrənizi aldım falan filan deyə. Dedi ki, bəs yaxşı 323 kimi bir şey yazmışdı. Dedi, yaxşı 323 yuan ödəməyin, 200 yuan ödeyin. Ünal dirəşdi ki, yox, bəs bizim dostlarımız 168 yuan ödəyibdi bura gələndə, biz də o qədər ödəyəcəyik. Dirəşdi, dedi, yox. Ya 168 yuan ödəyirəm, ya da ki, sizi polisə şikayət edirəm. Qorxdu. Doğrudan eləcəydik bu arada. 168 verdik və gəldik.